Salam insanlar dostlar, mən Hamid YT. Bu iki YouTube videoma və kanalıma və videomamınız xoş gəldiniz dostlar. Hepinizi salamlayıram dostlarım. Neyse sizə var ne yok. Bu günləri gördüyünüz kimi yepyeni bir 4. bölümlə bəli dostlar, FIFA'nın 4. bölümündə qarşınızdayım dostlar. Neyse sizə var ne yok. Dünənləri də dostlarım vlog kanalımda ilk videomu, yəni sizlərlə logo quiz challenge elədim. Yəni logolara tapmaca, bilməcə, necə bildim, necə bilmədim. Elə bir video çəkdim o kontentdə və o kanalda da videolar gələcək və bir gün bu kanala atacağam, bir gün o kanala. Çalışacağam ki, hər bir kanalda videosuz qoymayım sizlərə, əziz izləyicilərim, əziz dostlarım. Bəli dostlar, siz də mənim o əməklərimin qarşısında, yəni zəhmət olmasa aşağıda bir abunə olun, bir like atın. Yani başka hiçbir şey istemiyorum. Ve bunu da edildikten sonra video bildirişleri açın ki evet dostlar, şimdi söndü diye. Bildirişleri de açın ki attığım videolardan haberdar olasınız dostlarım. Bəli. Attığım videolardan haberdar olasınız, hiçbir de kaçırmayasınız. Bəli dostlar, gördüğünüz gibi FIFA 4. bölümdeyiz artık. Bu arada o kanalda abone olmayı unutmayın, bu kanalda abone olmayı unutmayın. Yani belə 4. bölümünü çəkirəm artıq dostlar. Keçən ki 3. bölümü şeyin bundan qabaq gəlmişdi. Orada Joao Alvarez. Bu sənə qədər etkinlik gəlib, yəni YouTube'da izləyirəm falan. Dedim, nə qədər şey gəlib. Mən girə bilmirəm ki, Allah. Çox girmirəm. Hətta mən oynamışam biraz. Hətta oyuncusu da almışam, satmışam, zat eləmişəm. Amma bezə istədim. Çəkir. İstədim biraz da ki daha çox şey olsun. Daha 96 90 neydi adı? Daha çox sənin birlikdə oynayaq. Həm də saxlayayım burada. Video dışı çox oynamayaq. Videoda sizlərə nə eləmişəm, göstərəm də. Çox nəsə gözəli sürür. Bəli dostlar, gördüyünüz kimi artıq 5000 elmas yenə gəldi. Və dostlar görürsünüz tamına 234 42k elmasımız var dostlar, gördüyünüz kimi. Yəni əla da başqa nə istəyir ki. Bu ödüllərimizi də alarıq ilk öncə. FIFA serisini sevənlər, daha çox FIFA serisi gəlməyini istəyənlər, aranızda FIFA oynayanlar falan varsa yorumlarda bölüşün. Buradan da 1300 elmas gəldi, qəşəng 35 çox gözəl. Yəni FIFA bölməsi oyununu çox sevənlər fikirlərinizi falan bölüşə bilərsiniz dostlarım, unutmayın bunda. Və çoxdan da atmırdım, həm də çox sevilən bir kontent bu, məndə çox izlənir, görmüşəm. Və dostlar gördüyünüz kimi belə bir şeylər gəlir. Bu təzə gəldiysən bu. Sənin musiqi var idi o ciddən. Beckenbauer'ı da bu arada almışam. Bunları da sizlərə başa salacağım. Sonuncu bölümdə nə etmişdik dostlar? Takımı ilk öncə kadromu göstərmək istəyəcəkdim. Hə dostlar. Bu arada iki tezli telefonla çəkirəm deyə belə kaliteli falan düşürük də yəni. Burada Beckenbauer'ı qoyduq. Dostlar bunu da bu arada şey elədik. Hamısı yəni 106'dır. Bunu aldıq. Buraya Zaragoza, bunun nə yerini aldıq, çıxdı. Bunun nə yerini almışdıq. Burada da 105 nəsə var idi, yanından çıxdı. Oyuncunun adı yaddan çıxdı. Hə, Mostovoy'un aldıq video dışında, yəni 106 Mostovoy qəşəng takımımız belə biraz gücləşib. Və gördüyünüz kimi Beckenbauer gəldi. Və burada, hə, Beasley deyə burada var. Beasley'in yerinə. Ve burada dostlar Marco Alonso 103 idi, biz də 105'e bastıq yəni. Çox süper, çox əla. Hamısı 106'dır. Bir dənə bu 105 106 eləmək qaldı. Bir dənə bu 104'ü dəyişmək. Mən yəni Beckenbauer aldım, sonra satdım, səhv elədim. Orada gəl satmayaydım, o yenə elə 106 alsaydım daha yaxşı olurdu. Neyse dostlarım, buradan çıxaq. Bizə etkinlikləri falan baxaq, görək nə var, nə yox. Bunlar təzə gəlib yaxşı, mən belə də burada da ödüllər var. Buradan da sizlərlə birlikdə oynarıq. İlk öncə dostlar 100 santrafor Bellingham gəldi. Qəşəng. Gəlsin Bellingham. Xoş gəlmisən Bellu.
tərəf Santrafor və Real Madrid Bellingham 100 Bellingham. Burada elə Bellinghamları vereyim. Bir dənə iki başa gireyim. Ana. Bu qanunu almışdım. 40'dayım yani. Bayağı yani. Şu an kalıp şu. Klasik. Klasik gireyim. Ha, bu kalıp şey. O şey değil. Burada da oyunlar oynuyorsan ha, burada bir tempo. Bir tane oyun oynuyor. Burada 16'ya desen çattıranda hamısı bitirdi, yok. Şey alır. Ha, bunu şu üstü sağ ol. Bir daha çevireyim, inşallah yaxşı bir şey gelir. 96 oyuncu. Neyse. İşimize yaradı. Mets geldi. Bunlar da oynayandan sonra bunlar yeni şey diyeceğiz, tempo oynayacağız. Sonra 16 dəfə gedən bu 200 pasını alırıq. Yani bir dəfə getdiyin elə ödüllər falan burada gəlir. Şöyle biz ki basılıyız. Bu ödüllər də sizlərin birlikdə toplamağa çalışacağıq. İndi isə göstərək, roka baxan bir dənə. Bunları dəqiq girmişəm biraz da, amma dərinlincə baxmışam. Şuradan izləmişəm. Burada da Masiliyandan sonra ödül alacağıq 99-101 paketi. Açarıq bunda. Buradan da 70-95 var. Buradan 100 zəfər verir. Buradan Garanti Mosquero'nun qəşəng işimizə yarar. Buradan da qızıl verir və bunları tamamladıqdan sonra belə bir ver bası verir. İndi caza gedək. Rock, klasik rock caz. Belə musiqi. Buradan da bu Bellingham almışıq. Buradan da elədikcə puanlar gəlir. Hip hop'a girək. Bu tezə gəldi. Bu nədir? Belə bir şeydir. Ben de belə var. Buradan da görevlər var, toplayıb. Önemli aşama. Bu necə 600 deyəndə şimdi. 600 dəfə tamamlamalıyım ha. Bunu açmaq üçün. Galeridədir ki, oyuncular listəsidir. Bu etkinliyə aid oyuncular. Baxaq görə hansı oyuncular var. Bəlkə bunun birini takas eləyə bildik. Yəni 105 dolar da. Bunlar daha 107'ye pulumuz çatmaz. Bunlardan. 106 5 olar, 105 5 olar. Bizim indi nəyimiz yoxdur. Bu klasik oyuncular. Burada da dostlar Rockstar'ın oyuncular. Burada caz oyuncularına da baxaq. Caz bu ən xoşuma gedən oldu. Böyle diyor. Bunun oyuncularını da seviyorum. Ya bu heç təzə oyunculardır. Ya bu klasik ən yaxşısı. Zidane, Pirlo, Costa, oyunculara baxaq. Pires, Nesta, Schumacher, Odegaard, De Gea, Sergio Busquets. Qəşəng adlar var. Buradan takaslarımızı eləyək. Belə puan kasaq ki, şey olsun. İlk öncə əvvəlcə baxaq görək bizim hansı oyuncuya ehtiyacımız var idi. Stopperə ehtiyacımız var idi. Biz dəqiqləşdirək. Stopperə ehtiyacımız var idi bizim, səhv eləmirəmsə. Sol bəkə, bir də sağ orta sahaya. Stopper, sol bək, sağ orta saha. Stopper, sol bək, sağ orta saha. Yadımızda saxlayaq olsa stopper, sol bək, sağ orta saha. Ya buraya. Stopper, sol bək, sağ orta saha. Burada Nesta var, 107-800'e bunu alamərik. Roka girək, stopper, sol bək, sağ orta saha. Alacağımız oyuncuya əvvəlcə dəqiqləşdirək dostlar, sonra almağa çalışaq. Gələn bunun qabaqki bölümündən keçən dəfəki bölümü, 3-cü bölümü, yəni izləməyənlər mütləq izləsinlər dostlar. Yəni Joao Alvarez çıxdı da, yəni izləməyin. 105 stopper Maguire var.
sol 5 stopper, bir dənə 106 Marquinhos var. Bir də mənim sağ orta saham yox bir dənə. 300'e Maguire ilə yenə baxaq belə. Buna baxaq. Stopper, sol 5, sağ orta saha. Sağ orta saha Kolise var mı? Yox. Mən nə deyil. Sol bek Anina nədir bunun adı? Ayna var ya yox. Mən dostlar qərarlaşdırdım Rock yerindən, yəni stopper, sol bek, sağ orta saha. Marquinhos yox, Marquinhos çoxdur. Harry Maguire almaq olar. Yəni bir təhər takaslardan gətirə bilərik Harry Maguire'yə. Yəni bizə də aslında 106 alsa garanti, yəni 2 yalnız görə 107. 4 tane ya da 102 zəmin olur. Yəni 102 falan bir şeylər yəyədik. Burada da $200 200. Yəni dostlar, bu videoda dediysən neçə dəqiqə oldu? Oyun girə bilməyəcəm. Yəni 11 dəqiqədə artıq. Yəni elmaslar falan 1-2 bəyək. Elmas açılımları falan yiyəcəm dostlar. Ona görə qalar, yəni gələn bölüm deyəcək aslında. Elmaslarım nə vaxt az olsa, nə vaxt bir şey tanımasam, belə şey deyə bilərik. İlk öncə dostlar sizlərlə birlikdə girim, yəni buradan bu etkinlikləri oynayım. Sonra ödüllər falan. Klasika gir. Tempo yuvarlama. Bunların üçünü tamamlayın dostlar. Sonra böyle bir oyun oynayaq. Penaltı hesabında bu gəlir. Bu da Maguire açmaq. Sonra da takaslardan bir şeylər gəlir. 300'e qədər bir tane çıxarır. Mən de video dayanırım dostlarım. Onları üçünü oynayayım, sonra tek oyunlarda oyunu oynayacağım. İnşallah maskonu falan da geldi. Bəli dostlar, oynadım, bitirdim. Yəni biz nə görə dayandırdım? Çünki video daha çox sürməsin, yəni artıq çox çəkməsin. Onu öyle dayandırdım. İnşallah yaxşı ödülləri alarıq və tempo oyunu oynamaya başlayırım. Bir də 97-105 versin. Oradan bir də 105 çıxardaq, 104 çıxardaq. Allah, yəni sevinərəm. Tullanaram görürlər. Video başladı çıxaram da. Maskaronu da çıxsa pis deyil. Bu qara soru işarəti də çıxsa 1000 cəvhər versin deyil. Bir də 2 dənə maskaron versin biz onu. Daha getdik. Şuradan qəşəng günlər ataq bizi. Aratdı. 99-102. Bu da takaslık üçün yaxşıdır, gedər. 102 çıxsa var ya. Takas üçün. Sabit. Ve Silvestri. Takas üçün yaxşıdır da, yəni. Kömək gəlmişsin. Getdik. Haydi bir dənə geçseydi, şey yazsaydı hepsi. Maskaronu. 75-94. 87 çıxırmışım. Yönü sıxızı. 50 elmasımızı da almışlar. Bir dənə baxsaq. Bir dənə qəşəng. 97-105. Ya burada 105 şey de var ya, Maguire. Maguire burada var ya. Bir de üzeri burada Maguire'nin saatmesi ihtiyaç olmaz. Ya bir de 105 var. Davul College. 97'den 97 verməyi biraz ayıbdır. Hələ ki pis gedir işlər. Sonra qara soru işarəti. Qara soru işarəti düşdü. Və sağ uçları paket olsa ödülür. 2 dənə maskaron tutsa lap əla olur. İnşallah olur. İncə hədimizdir. Yalnız verməsin. İşte sıra dağılır. Geçen. Tutardım. Abes. Gece bu taraflara yolu uçmayı. Bir defa. Tamam maçı büyük tutam. Yani bir defa böyle eşra yedim. Hemen yere yani kaydıma. Hardan başlamış? O yere yani kaydıma. Buradan ödüller. Niye? Dörtten sonra. Neyse burada tutardım. Keseriyi rock etkinliğine. Şöyle burada neyse oyunlar var. Dayandıra oynayalım. Şöyle dümdüz devam ederiz. 99
bakmışlar ya. Bunlar da özümüzün tamam. Nasıl koyulmuş? Bunlar tam tamamlayandan sonra ödülü falan sen yani tamamlayayım. Bəli dostlar tamamladıq artıq. Bunu da gördüyünüz kimi bu disk birdən disk birdən yəni ödülümüzü aldıq. Yəni bəxtimiz götürmədi olsa dərsi olsun 99 da 101-dən yəni 99 çıxdı. Və bu buradan da maskaramızı aldıq, açdıq yəni. Buradan da ödülümüzü alaq. Hə, sıradakı hələ çox deyir bu. Tamamladıqdan sonra gəl. Mən onu bunlar hamısını tamamlayalım. Görsən bunun nə qədər vaxtı var. Bir də mən buna dəqiq baxın vaxtına. Çox qalıbsa gələn bölümlərdə falan hamısı eləməyə çalışıram. Özüm belə elədim güzel. Az qalıbsa bəs. Zaten sağa vuruşlu. 600 min qalmış. Az qaldı dostlar. Mən bunu videoda tamamlamayayım. Bu tamamladıktan sonra bu arada 105 santrafor şey verir. Didier Drogba alacağıq. Bizim santrafor 108 yani idare edər də. Takasa da, takasa da oradan gedir qışın. O takaslı oyuncular da var idi. Sattığı olmasa 7'ye falan koyarım yani bir şeyler. Bu arada özüm eləyənəm yəni. Video düşün tamamlayarım. Çünki 6 gün vaxtı var gəlməyəndə. Bir vaxtı bana verirsə yəni. Hə, bir oydu. Bir də ki bu. 2 dənədir. O sonunda elə bildim 3 dənə var ya. Mən bunu bir dənə videoda yəni. Tamamlayabiliyorsa bunu tamamlayalım. Alın da olsun. Hem programdan niye videodan sonra şey demiş hem de videodan alıyoruz. Ve dostum ben yine de videonu bağlayacağım. Çok seviyorum, çok sevmesin diye. Bu tamamladıktan sonra Didier Drogba ile inşallah ve bir de profille döneceğim. Yani hali bağlayayım. Ben dostlar artık bitirdim gördüğünüz kimi. Yani bitti. İndi ise bu ödüllerimizi alma vakti gelip yani. Güzel ödül ve verbası profilinde aldık. Ve o an geldi. Didier Drogba. Təəssüf satamazdı, yoksa böyle satardı. Kontraktörümüz de var. Alvarez var. Evet, hayırlı olsun. Hediye falan var. 946 milyon lira. Ne hardasa 1 milyar yani. Videomuzun vaxtına müddətini baxın 18 dəqiqə. Bu demək olar ki, bura girək. Zahir uçlarına. Demək olar dostlar, klassik yerindən mən bunu özümlə oynayacağım. Nesindən birlikdə videolarda da oynuyorum. O sizə vaxt az qalır, mən bunu oynayıb sizə mobile geçsin. Veya Rock'a girək dostlar. Buradan da bunu tamamladık yani. Burada bir şey kalmadı. Caz'a girelim. Caz. Burada da oyunlar oynayarak böyle Discord'da alıp bize. Hip hop'a girək. Nasıl kaldı? Ha, bunlar da maçlar önüse hediyeler verir. 100 hip hop puan top. 6 ha bildim dostlar. 600 hip hop puan toplayanda da sağ orta sahamıza da ihtiyaç var. Sağ orta sahaya da ihtiyaç var dostlar. Bu da olmağa değer. Mən videoda belə özüm oynayacağım. Sağ orta saha elindən verir. Bu kadar bu etkinlikdən çıxar. Yəni başqa etkinlik yoxdur deyəsəm. Bunlar Bakan Bauer saatləri qazandı. Şöyle gelmiş. Bunlar zaten tanımış. Bu nədir? Final. Bu heç. Aha. Yenilənib. Yenilənib dostlar. Bundan da bu 2 dənə maçı eləyim. 2 dənə maçı tamamlayayım. Sesimizi də eləyərik. Sonra da keçərik paket açılmalarına. Bunu da tamamlayayım.
Bəli dostlar, tamamladıq gördüyünüz kimi, yəni 2 dənə maçı tamamladıq. Bu olacaq maçlar yəni yarı final. Mən tamamladıq dostlar. Və tamamladıqdan sonra 3 dənə seçenek çıxdı qabağımıza. Birinci seçim, keçən dəfə Maskarona seçmişdim, indi bir daha baxaq. Birinci seçimi 5000 elmas. Yəni bizim nə qədər bolluca elmasımız vardı dostlar. Yəni bu açmağa, yəni elmasları götürməyə dəyməz. Çünki 5-6 gün oyuna girməsə falan 17.000, nə bilim 1000 elmas, 5000 elmas, 6000 elmas, 17000 elmas, hətta belə girməyə 45000, 42k elmas, yəni 45000 elmasım var indi deyirsə 45k elmas yəni kastı. Yəni siz də elə kasa bilərsiniz. Ona görə elmaslar qoyaq kənara. 102, 107 ki, yəni elması boldur. 102, 107, onun yerinə 3000 elmas verib açaram. Bəsə daha çoxlu açaram, yəni. Bir dənə açdım, 102 çıxacaq, bəlkə də 103 çıxsın da. Hədə bir də yanaraq falan 5-5 mənə lazım deyil dostlar. Ona görə də ən yaxşı yeni seçim. Yəni Maskeronaya qaldı. Ona görə 3 dənə Maskeronla buradan. Burada bitdi, yəni sütündə minni seç Maskeron. Burada gəlsə, yəni oynayarıq. Və necə bitdi də, heç nə qalmır. Və dostlar gördüyünüz 44k, 44.000 elmasımız oldu. Yəni 45.934-dür. Deməli 66 elmasımız qaldı. 45.000 elmağa 66 elmas qalıb. Və gələn bölümdə də gələn bölümə 50.000 bəlkə daha çox toplayıb. Necə də gələn bölümə qədər falan. Ondan hər bölümü falan atıram. Gələn bölümü onu hesablasaq bir həftəyə falan gələr bu gələn bölümə 5-ci bölüm falan bilmirəm. Hər an gələ bilər yəni. O bölümdə də dostlar elmas şey edəcəyik, paket açılımları edəcəyik. Bu bölümdə etkinlikləri tamamladıq. Sizlərlə birlikdə etkinliyə baxdıq çoxdan girmirdik dostlar. Və dostlar gələn bölümdə də mağazadan paketlər açarıq birlikdə. Və dostlar klubə girək indi ilk öncə görək bir dənə neçə dənə şey var. DLC yüksək Maskeron var. 3-4 dənə Maskeron var. 80. Bu %80-dən 106 edeyim, eləmirəm ya da. Oxuram dostlar birdən hamısı gedər olmaz. Ona görə. Bu artıq yüksəlmiş olur. Bəli dostlar, sonra nə? Moston Moy. Yüksəlmək olar. 106'lar qalsın da. Maskeron olanı saxlayacağım ya da tozsuzlar gələcək. İndi maksimum 112 genə qədərdir. 113 gen, 114 gen, 115 gen falan da açılacaq. Orada tozsuzlar gələcək. Onlar üçün saxlayıram. Həm də ki, oyuncu alsa yeni basacağım. Heç. Belə də siz saxlayın məncə. 105 Didier Drogba çıxdı. 103 Sumollar için yeni koyalım. Peki 107 gen falan oldu. Baxaq görək hansı. 103 Ferdinand'ın yerine koydum. 105 Didier Drogba'nı. Artıq dostlar gördüyümüz 104 Ribery, 100 Casillas, 100 Sumollar, 105 Bruno Fernandes, 105 Lewandowski. Bunlar satma umriyədir. 105 Drogba, 105 Beasley. Artıq yedəkdədir yəni. Yedəyim də həddindən artıq güclüdür. Takımımız güclüdür yəni. Yəni belə etkinliklər bu günlərə baxdıq, tamamladıq. Belə yəni. Gələn bölümdə yəni dostlar paket açılımı eləyəcəm. Və dostlar videomuz buraya qədərdir. İnşallah xoşunuza getmişdi yəni video. FIFA serisi sevənlər like atsınlar. Xahiş edirəm hər kəsdən abunə olaq kanala. Kanalıma da abunə olun, bu kanalıma da abunə olun. Hər iki kanalda videolar gələcək. Siz heç narahat olmayın dostlar. Videomuz buraya qədərdir. Çox uzatmıram. Video artıq 20 dəqiqə, 21 dəqiqə falan oldu, 24 dəqiqə hətta. Video çox uzatmıram. Gələn videolarda görüşənədək özünüzə yaxşı baxın. Sağ olun, salamat qalın.